Mən Azərbaycan xalqına həmişə həqiqətləri demişəm, bütün dövrlərdə. Və bugün də həqiqət bundan ibarətdir. Ancaq öz gücümüzə biz arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalan ifadələrə aldanmamalıyıq. Xüsusilə gənc nəsli mən nəzərdə tuturam. Çünki bugün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şuurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında. Müxtəlif anti-Azərbaycan mövqeyində olan ünsürləri bugünə qədər də maliyyələşdirirlər Azərbaycanda. Müxtəlif QXT-lər adı altında, hansısa ictimai qurumlar adı altında.